Salam əziz şagirdlər. Bugün biz sizinlə Euler-Venn diaqramının köməyi ilə məsələli mövzusunu öyrənəcəyik. Hazırsınızsa, gəlin başlayaq. Dərsdə öyrənəcəyik. Euler-Venn diaqramından istifadə etməklə məsələ həlli, tapşırıqlar. Euler-Venn diaqramından istifadə etməklə məsələ həlli. Çox vaxt çoxluqlara aid məsələləri Euler-Venn diaqramının köməyi ilə həll etmək daha əyani və əlverişli olur. Euler-Venn diaqramı çoxluqlar və onların elementləri arasındakı münasibətləri təsvir edən sxemdir. Adətən, məsələ həllində müəyyən bir çoxluğun müxtəlif alt çoxluqlarına baxılır. Məsələn, bir qrup turistlər çoxluğunu T ilə, onlar arasında İtalyanca bilənlər çoxluğunu I ilə, Almanca bilənlər çoxluğunu isə A ilə işarə edilərsə, Euler-Venn diaqramının mənasını belə izah etmək olar. Şəkildə gördüyümüz düzbucaqlı T turistlər çoxluğunu təsvir edir. Burada A dairəsi Almanca bilən turistlər çoxluğunu, I dairəsi isə İtalyanca bilən turistlər çoxluğunu göstərir. Gördüyümüz bu hissə həm Almanca, həm də İtalyanca bilən turistlər çoxluğunu, yəni A çoxluğu ilə I çoxluğunun kəsişməsini göstərir. Bu hissə yalnız Almanca bilən turistlər çoxluğunu, yəni A çoxluğu ilə I çoxluğunun fərqini, bu hissə isə yalnız İtalyanca bilən turistlər çoxluğunu, yəni I çoxluğu ilə A çoxluğunun fərqini göstərir. Göründüyü kimi, yalnız Almanca bilənlər, yalnız İtalyanca bilənlər və hər iki dili bilənlər 3 hissə birlikdə, yəni Almanca və ya İtalyanca bilənlər çoxluğunu əmələ gətirir. Şəkildə yaşıl rənglə göstərilmiş bu hissə isə nə Almanca, nə də İtalyanca bilən turistlər çoxluğunu göstərir. Bütün bu dediklərimizdən belə bir nəticəyə gəlirik ki, Euler-Venn diaqramı bizə çoxluqlar və onlar üzərində əməlləri daha sadə şəkildə göstərməyə kömək edir. Biz bu diaqram vasitəsilə çoxluqların fərqini, kəsişməsini və birləşməsini asanlıqla göstərə bilirik. Gəlin verilmiş nümunəyə birlikdə baxaq. Diaqramda 6A sinif şagirdlər çoxluğu S ilə, onlar arasında rəsm dərnəyinə gedən şagirdlər çoxluğu R ilə, dram dərnəyinə gedən şagirdlər çoxluğu isə D ilə işarələnir. Diaqramda hər bir dairəcik bir nəfər şagirdi təsvir edir. Neçə nəfər rəsm dərnəyinə gedir? Rəsm dərnəyinə gedən şagirdlərin sayını tapmaq üçün R dairəsində olan dairəcikləri sayaq. Bunlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11-dir. Deməli, 11 nəfər rəsm dərnəyinə gedir. Cavab 11 nəfər. Neçə nəfər dram dərnəyinə gedir? Dram dərnəyinə gedən şagirdlərin sayını tapmaq üçün isə D dairəsində olan dairəcikləri sayaq. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 10 nəfər dram dərnəyinə gedir. Cavab 10 nəfər. Neçə nəfər rəsm və ya dram dərnəklərindən heç olmasa birinə gedir? Deməli, bizdən rəsm və dram dərnəyinə gedən şagirdlər çoxluqlarının birləşməsini soruşur. Onda biz deyə bilərik ki, bu birləşmə bərabər olacaq. Yalnız rəsmə gedənlər, hər iki dərnəyə gedənlər və yalnız dram dərnəyinə gedənlərin cəmi. Onda yaza bilərik ki, yalnız rəsmə gedən 6 nəfər, 6 üstəgəl, hər iki dərnəyə gedən 5 nəfər şagird, üstəgəl, yalnız dram dərnəyinə gedən 5 nəfər şagird bərabərdir 16. Deməli, 16 nəfər şagird rəsm və ya dram dərnəklərindən heç olmasa birinə gedir. Sinifdə 25 şagird varsa, neçə nəfər bu dərnəklərdən heç birinə getmir? Heç bir dərnəyə getməyən şagird sayını tapmaq üçün isə ümumi şagirdlərin sayından heç olmasa bir dərnəyə gedən şagirdlərin sayını çıxmaq lazımdır. Deməli, 25-dən çıxacaq 16-na. Bu da bərabərdir 9. Belə bir nəticəyə gəlirik ki, 9 nəfər şagird bu dərnəklərdən heç birinə getmir.
Eyler-Venn diaqramının köməyi ilə məsələ həll etmək üçün aşağıdakı mərhələlərdən istifadə etmək olar. Birinci mərhələdə məsələni anlamalıyıq. Yəni, şərti araşdırıb, çoxluqları adlandırıb və sonra onların elementlərini aydınlaşdırmalıyıq. İkinci mərhələdə plan qurmalıyıq. Çoxluqlar arasında münasibətləri və onları Eyler-Venn diaqramında necə təsvir edəcəyini müəyyən etməliyik. Üçüncü mərhələdə həll etməliyik. Çoxluqları Eyler-Venn diaqramında təsvir edib və axtarılan çoxluğu təsvirə əsasən müəyyən etməliyik. Sonuncu, dördüncü addımda isə cavabın doğruluğunu yoxlamalıyıq. Yəni, alınan cavabın məsələnin şərtini ödədiyini yoxlamalıyıq. Bu dediklərimizi bir nümunə üzərində göstərək. Şagirdlər parkda bəzi insanlar arasında hansı ev heyvanı saxladıkları barədə sorğu keçirdilər. Sorğuda iştirak edənlərin 15 nəfər pişik, 13 nəfəri it saxladığını söylədi. Onlardan 6 nəfəri həm pişik, həm də it saxlayır. 11 nəfər isə heç bir ev heyvanı saxlamır. Sorğuda cəmi neçə nəfər iştirak etdi? Əvvəlcə gəlin məsələni anlayaq. Nəyi tapmaq lazımdır? Sorğuda keçirilən insanların sayını. Bəs bizə nə məlumdur? 15 nəfər pişik, 13 nəfər it saxlayır. Onlardan 6 nəfəri həm pişik, həm də it saxlayır. 11 nəfər isə heç bir ev heyvanı saxlamır. Plan quraq. Necə həll etmək olar? Hər çoxluq adlandırılır və dairələrlə təsvir edilir. Eyler-Venn diaqramının köməyi ilə hər hissəyə uyğun elementlərin sayı qeyd edilir və onların cəmi tapılır. İndi isə keçək həll et mərhələsinə. Pişik saxlayanlar çoxluğunu P ilə, it saxlayanlar çoxluğunu isə I ilə işarə edək. Onda deyə bilərik ki, P çoxluğunun 15, I çoxluğunun isə 13 elementi var. 6 nəfər həm pişik, həm də it saxladığı üçün Eyler-Venn diaqramı şəkildə göstərildiyi kimi olacaq. Burada S sorğu keçirilən bütün insanları göstərir. Ev heyvanı saxlamayanların sayı 11, həm pişik, həm də it saxlayanlar isə 6 nəfər göstərilir. Yalnız pişik saxlayanların sayını tapmaq üçün 15-dən çıxarıq hər iki heyvanı saxlayanların sayını. Yəni 15 çıx 6 bərabər olacaq 9-a. Yalnız it saxlayanların sayını tapmaq üçün isə 13-dən çıxarıq 6-nı, bu da bərabər olacaq 7-yə. Heç bir ev heyvanı saxlamayanlar isə məlum idi ki, 11 nəfər idi. Sorğu keçirilən insanların sayını tapmaq üçün bu rəqəmlərin hər birini toplayarıq. Yəni 9 üstəgəl 6 üstəgəl 7 üstəgəl 11 bərabər olacaq 33-ə. Cavab sorğuda cəmi 33 nəfər iştirak etdi. İndi isə aldığımız nəticənin düzgünlüyünü yoxlayaq. Məsələni fərqli üsullarda həll edib cavabı yoxlamaq olar. Pişik və it saxlayanlar çoxluqları kəsişməsəydi, ev heyvanı saxlayanların sayı 15 üstəgəl 13, yəni 28 nəfər olardı. Onlardan 6 nəfər həm pişik, həm də it saxladığı üçün ümumi saydan təkrarlanan elementlərin sayı çıxılır və it yaxud pişikdən heç olmasa birini saxlayanların sayı tapılır. Yəni 28 çıx 6 bərabərdir 22. Şərtə görə 11 nəfər ev heyvanı saxlamır. Deməli, sorğuda ümumilikdə 22 üstəgəl 11, yəni 33 nəfər iştirak edib. Belə bir nəticəyə gəlirik ki, aldığımız cavab doğrudur. Gəlin bu ardıcıllıqla daha bir məsələ nümunəsinə baxaq. Sinifdəki şagirdlərin 11 nəfəri üzgüçülüklə, 10 nəfəri güləşlə məşğul olur. 4 nəfər isə bu idman növlərinin heç biri ilə məşğul olmur. Həm üzgüçülük, həm də güləşlə məşğul olanlar 4 nəfər olarsa, sinifdə neçə şagird var? Gəlin əvvəlcə məsələnin şərtini anlayaq. Şərtdə bizə verilir ki, 11 nəfər üzgüçülüklə, 10 nəfər güləşlə məşğul olur. 4 nəfər isə bu idman növlərinin hər ikisi ilə məşğul olur. Geriyə qalan 4 nəfər şagird isə bu idman növlərinin heç biri ilə məşğul olmur. Üzgüçülüklə məşğul olan şagirdlər çoxluğunu Ü ilə, güləşlə məşğul olan şagirdlər çoxluğunu isə G ilə işarə edək. Onda deyə bilərik ki, bu iki çoxluğun kəsişməsində 4 element var. Çünki 4 şagird hər iki idman növü ilə məşğul olurdu.
Gəlin yalnız üzgüçülük ilə məşğul olan şagirdlərin sayını tapaq. Bunun üçün 11-dən 4-ü çıxarıq. Bərabərdir 7. Deməli, yalnız üzgüçülük ilə məşğul olan şagirdlərin sayı 7 nəfərdir. İndi isə yalnız güləşlə məşğul olan şagirdlərin sayını tapaq. Bunun üçün də 10-dan 4-ü çıxaq. Bu da bərabərdir 6-ya. Yalnız güləşlə məşğul olan şagirdlərin sayı isə 6 nəfərdir. Həmçinin şərtdə bizə verilmişdi ki, 4 nəfər bu idman növlərinin heç biri ilə məşğul olmur. Onu da şəkildə göstərilmiş yaşıl hissəyə yazaq, 4 nəfər. Bizdən şərtdə sinifdə neçə şagird olduğunu soruşur. Bunun üçün biz heç bir idman növü ilə məşğul olmayan şagirdlərin sayı, yalnız üzgüçülük ilə məşğul olan şagirdlərin sayı, yalnız güləşlə məşğul olan şagirdlərin sayı və hər iki idman növü ilə məşğul olan şagirdlərin sayını toplamalıyıq. Gəlin tapaq. 4 üstəgəl 7 üstəgəl 4 üstəgəl 6 bərabərdir 21. Deməli, sinifdə ümumilikdə 21 nəfər şagird var. Daha bir məsələ nümunəsinə baxaq. Şagirdlər Qubaya 14 günlük səyahət etdilər. Bu müddətdə hava 7 gün yağışlı, 5 gün küləkli oldu. 4 gün isə nə yağış yağdı, nə də külək əsdi. Gəlin verilmiş məlumatları Eyler-Venn diaqramında təsvir edək. Yağışlı günlər çoxluğunu Y ilə, küləkli günlər çoxluğunu isə K ilə işarə edək. Ümumi günlərin sayını isə G çoxluğu ilə işarə edək. Ümumi 14 günlük səyahətin 7 günü yağışlı, 5 günü isə küləkli olub. 4 gün isə nə yağış yağıb, nə də külək əsib. Deməli, diaqramda yaşıl olan hissəyə 4 yazacağıq. Yəni, nə yağış yağan, nə də külək əsən günlərin sayını. Geriyə qalan Y və K çoxluqlarının birləşməsinin elementlərinin sayını isə 14 çıxılsın 4, yəni 10 olacaq. Ya yağışlı, ya da küləkli günlərin sayı deməli 10-a bərabərdir. Əgər biz Y və K çoxluqlarının birləşməsindəki elementlərin sayını desək, 10-a bərabər olduğunu deyə bilərik. İndi isə bu iki çoxluqdakı elementlərin sayını ayrılıqda toplayaq. Yəni, yağışlı günlərin sayı 7 üstəgəl, küləkli günlərin sayı, yəni 5 bərabər olacaq 12-yə. Bu, iki çoxluğun elementlərinin ayrılıqda cəmidir. Bu iki çoxluğun birləşməsindəki elementlərin sayı isə qeyd etdiyimiz kimi 10-a bərabərdir. Deməli, 12 çıxılsın 10, yəni 2 hər iki çoxluğa aid olan elementlərin sayıdır. Onda deyə bilərik ki, 2 gün həm yağış yağıb, həm də külək əsib. Deməli, yalnız yağış yağan günlərin sayını tapmaq üçün 7-dən çıxarıq 2-ni. Bərabər olacaq 5-ə. Yalnız külək əsən günlərin sayını tapmaq üçün isə 5-dən çıxarıq 2-ni. Bu da bərabər olacaq 3-ə. Diaqramdan belə bir nəticəyə gəlirik ki, 14 günlük səyahətin 5 günündə yalnız yağış yağıb, 3 günündə yalnız külək əsib, 2 günündə həm yağış yağıb, həm külək əsib, 4 gündə isə nə yağış yağıb, nə də külək əsib. İndi isə verilmiş sualları cavablandıraq. Hava neçə gün həm yağışlı, həm də küləkli oldu? Biz artıq qeyd etdik ki, 2 gün hava həm yağışlı, həm də küləkli oldu. Cavab 2. Günlərin neçəsi yağışlı və ya küləkli keçdi? Deməli, yağışlı və küləkli günlərin cəmini soruşur. Bu isə olacaq 5 üstəgəl 2 üstəgəl 3 bərabərdir 10. Deməli, 10 gün yağışlı və ya küləkli keçdi. Küləkli günlərin neçəsində yağış yağmadı. Deməli, bizdən yalnız küləkli günlərin sayını soruşur. Diaqramdan gördüyümüz kimi bu 3-ə bərabərdir. Yəni, yalnız küləkli günlərin sayı 3 gündür. Videoya fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığın həllinə birlikdə baxaq. Turist dəstəsində 25 nəfər var. Onlardan 4 nəfər alman və ingilis dillərinin heç birini bilmir. Qalanları isə bu dillərdən heç olmasa birini bilir. Həm alman, həm ingilis dilini bilənlərin sayı 5 nəfərdir. Turist dəstəsində neçə nəfər bu dillərdən yalnız birini bilir?
Gəlin verilmiş məlumatları Euler Venn diaqramında təsvir edək. Alman dilini bilənlər turistlər çoxluğuna ailə, İngilis dilini bilən turistlər çoxluğunu isə I hərfi ilə işarə edək. T isə turistlərin ümumi çoxluğunu adlandıraq. Turist sayı ümumilikdə 25 nəfərdir. 4 nəfər isə nə Alman, nə də İngilis dilini bilmir. Deməli, narıncı rəngli göstərdiyimiz hissəyə 4 nəfəri yazarıq. 5 nəfər isə həm Alman, həm də İngilis dilini bilənlərin sayıdır. Yəni, A və I çoxluqlarının kəsişməsində yazaram 5. Bizdən şərtdə turist dəstəsində neçə nəfərin bu dillərdən yalnız birini bildiyini soruşur. Deməli, bizdən yalnız Alman və yalnız İngilis dilini bilən turistlərin çoxluğunun cəmini soruşur. Onu da yazarıq ki, 25 çıxılsın, heç bir dili bilməyən və çıxılsın hər iki dili bilən turistlər sayı. Bu da bərabərdir 16. Deməli, 16 nəfər bu dillərdən yalnız birini bilir. Video fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığın həllinə birlikdə baxaq. Fən müsabiqəsinin məktəb turunda 6A sinifindəki 25 şagirdin 15-i riyaziyyat, 14-ü informatika fənni üzrə iştirak etdi. Onlardan 8 nəfəri hər iki fənn üzrə müsabiqəyə qoşuldu. Sinifdəki şagirdlərin neçə faizi yalnız riyaziyyat fənni üzrə müsabiqədə iştirak etdi, yalnız informatika fənni üzrə müsabiqədə iştirak etdi, məktəb turunda iştirak etdi. Gəlin bu sualları cavablandırmaq üçün əvvəlcə verilmiş məlumatları Euler Venn diaqramında təsvir edək. Riyaziyyat fənni üzrə iştirak edənlər çoxluğunu R ilə, informatika fənni üzrə iştirak edən şagirdlərin çoxluğunu isə I ilə işarə edək. Burada S isə ümumi sinifdəki şagirdlər çoxluğudur. 8 nəfər hər iki fənn üzrə müsabiqəyə qoşulduğu üçün, deməli, bu iki çoxluğun kəsişməsinə aiddir. Yalnız riyaziyyat fənni üzrə müsabiqəyə qatılanların sayını tapmaq üçün 15-dən 8-i çıxarıq, olacaq 7 nəfər. Yalnız informatika fənni üzrə müsabiqəyə qoşulanların sayını tapmaq üçün isə 14-dən 8-i çıxarıq, bu da olacaq 6 nəfər. Ümumilikdə sinifdə 25 şagird olduğunu nəzərə alsaq, yaza bilərik ki, 25 çıxılsın 7 üstəgəl 8 üstəgəl 6 bərabərdir 4. Yəni 4 nəfər heç bir fənn müsabiqəsində iştirak etməyib. Burada yazacağım 4. Gəlin sualları cavablandıraq. Birinci sualımız ondan ibarət idi ki, sinifdəki şagirdlərin neçə faizi yalnız riyaziyyat fənni üzrə müsabiqədə iştirak edib. Yalnız riyaziyyat fənni üzrə müsabiqədə iştirak edən şagirdlərin sayı 7 nəfərdir. Və ümumilikdə sinifdə 25 nəfər olduğu üçün bu faiz nisbətini 7 bölünsün 25 vurulsun 100% şəklində yazacağım. Bu da bərabərdir 25 və 125-ə ixtisar gedər. Burada 1, burada 4 qalar. 7 vur 4 bölünsün 1 olacaq 28%. Deməli, sinifdəki şagirdlərin 28%-i yalnız riyaziyyat fənni üzrə müsabiqədə iştirak edib. İndi isə gəlin sinifdəki şagirdlərin neçə faizinin yalnız informatika fənni üzrə müsabiqədə iştirak etdiyini tapaq. Yalnız informatika fənni üzrə 6 nəfər müsabiqədə iştirak etmişdi. Deməli, bu nisbət 6 bölünsün 25 vurulsun 100% şəklində olacaq. Bu da bərabərdir 100 və 25 yenə 25-ə ixtisar gedər. Burada 1, burada 4 qalar. 6 vur 4 bölünsün 1 olacaq 24%. Yəni, sinifdəki şagirdlərin 24%-i yalnız informatika fənni üzrə müsabiqədə iştirak edib. Sonuncu sualı cavablandıraq. Sinifdəki şagirdlərin neçə faizi məktəb turunda iştirak edib? Ümumilikdə məktəb turunda iştirak edən şagirdlərin sayı 7 üstəgəl 8 üstəgəl 6, yəni 21 nəfərdir. Onda yaza bilərəm ki, 21 bölünsün 25 vurulsun 100%. Bu da bərabərdir. Yenə 25 və 125 ixtisar gedər. Burada 1, burada 4 qalar. Cavab olacaq 84%. Sinifdəki şagirdlərin 84%-i məktəb turunda iştirak edib.
Əziz şagirdlər, bugün biz sizinlə Eyler-Venn diaqramından istifadə etməklə məsələli mövzusunu öyrəndik və bir sıra tapşırıqlar həll etdik. Bir sonraki dərsdə görüşərik. Sağ olun.